Bu səfər zamanı onu yəqin ki, Ermənistanda xeyli onun məlumatlandırmışlar, dezinformasiya vermişlər ki, güya Ermənistan sülh müqaviləsi imzalamaq istəyir. 17 bəndlik sülh müqaviləsinin bütün bəndlərinə, hətta razılaşdırılmayan 2 bəndinə də razıdır. Güya Azərbaycan sülh müqaviləsi imzalamaq istəmir. Onu bu şəkildə deməli dezinformasiyanı yükləmişlər. Azərbaycan paytaxtında dövlətimizin başçısı konkret argumentlərə, faktlara, dəlillərə söykənərək vurğuladı ki, əvvəla haqqında bəhs edilən sülh müqaviləsinin bazı prinsiplərini biz vermişik. O bizim prinsiplərimizdir. Biz sülh istəməsəydik, biz elə məsələlər qoyardıq ki, Ermənistan onu qəbul etməzdi və bununla da sülh alınmazdı. İlk növbədə biz sülh istəyirik. Regionun gələcəyi uzun müddətli sabitlik naminə, inkişaf naminə. Və qeyd elədi ki, bəli, bəndlər razılaşdırılıb, amma 2 mühüm tələbimiz var ki, sülh müqaviləsinə qətiyyən uyğun gəlmir. Birincisi, sülhdən danışırıqsa, ATƏT-in Minsk qrupunun nə ehtiyacı var? O funksiyasını yerinə yetirə bilmədi. O, bu sülhə nail olmalıydı. Amma onun addımları sülhə gətirmədi və Azərbaycan bu problemi həll etdi. Bu günləri Ermənistan-Azərbaycan münaqişəsi yoxdur. Yoxdursa, onu həlli üçün yaradılan Minsk qrupuna nə ehtiyac var? Biz onun fərqindəyik ki, o de facto yoxdur, amma de jure də bunu etmək lazımdır. Bəs onda Ermənistan niyə buna getmir? Nəyə görə? Bəlkə ona Fransadan deyirlər ki, buna getmə, vaxtı uzat. Niyə vaxtı uzatsın? Hansı içerikli niyyəti var? Hansı məqsədi var? Bu nə siyasi hoqqabazlıqdır? Yəni, ilk növbədə Minsk qrupuna imtina etməlidir. O bıraxılmalıdır. Bizim təklifimizə müsbət reaksiya verməlidir. İkincisi də ki, biz sülhdən danışırıq. Sülh müqaviləsi imzalamaqdan danışırıq. Necə sülhdən danışasan ki, Ermənistanın ana sənədində, ana qanununda, konstitusiyasında, onun preambulasında Azərbaycan qarşı ərazi iddiası var. Qarabağ, Ermənistan ərazisi kimi nəzərdə tutulur. Bu yol verilməzdir və bu hansı sülhdən bu halda söhbət gedə bilər. Və cənab prezident İlham Əliyev açıq mətnlə söylədi Steinmeierin qarşısında, o da qulaq asır və beynəlxalq ictimaiyyətə ünvanlanmış bir mesaj idi ki, 1. ATƏT-in Minsk qrupu buraxılsın, 2. Azərbaycan qarşı ərazi iddiaları aradan götürülsün. Referendumla, qanunvericilik çərçivəsində bunu həll etsinlər. Bu iki məsələ həll olacağı təqdirdə yeni reallıq yaranır və yeni reallıq yaranacağı təqdirdə sülh müqaviləsi imzalaması heç bir maneə qalmır. Günü sabah biz sülh müqaviləsi imzalayarıq. Bax, budur. Hesab edin ki, bu məlumatın cənab prezidentin dilindən açıq-aşkar, çox belə məntiqli əsaslandırılması olduqca önəmli idi ki, çünki bir tərəfli informasiyanı Steinmeierə vermişlər. Və onların jurnalistləri də oxşar bir mövzuda Azərbaycan prezidenti müraciət etmişdi. Bunlar çox önəmli məsələlər idi. Və hesab edirəm ki, Steinmeier Azərbaycan paytaxtından geri dönərkən xeyli məlumatlandı. O artıq proseslərə qiymət verməsi üçün daha düzgün informasiya bazasına malik oldu. Həm də o bir maraqlı fikir də söylədi. Biz fərqindəyik ki, sülh imzalansa da belə, sülhün əldə edilməsi prosesi özü zaman alan məsələdir. Və hətta misal da gətirdi ki, biz Fransa ilə həmişə elə müharibə vəziyyətində olmuşuq, demək olar ki, tarix boyu müharibə vəziyyətində. Sonralar səhv eləmirəmsə 1963-cü ildə bir əbədi sülh müqaviləsi imzalandı. Almaniya və Fransa o vaxtdan üzbəri və NATO çərçivəsində daha o umumküçülər qalmadı, daha o düşmənçiliyə son qoyuldu. Amma bu zaman aldı. Zaman aldı. Əsrlər boyu biz elə düşmən kimi bir-birimizə yanaşmışıq. Nəsillər dəyişdi, baxışlar dəyişdi. Artıq bugünkü Almaniya və bugünkü Fransa artıq strateji müttəfiq kimi çıxış edir. Yəni bununla isbatlamaq istədi ki, yəni bu məsələlər müəyyən zaman alacaq. Alsın, amma bizim işimiz haqq işidir. Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz regionda əməkdaşlığı dəstəkləyirik. Biz istəyirik ki, Ermənistanla da münasibətlərimizi yeni ağ səhifədən başlayaq və elə edək ki, kommunikasiyalar da bərpa olsun, Zəngəzur dəhlisi işə düşsün, gediş-gəliş başlansın, yüklərimiz daşınsın, sərnişinlərimiz daşınsın. Yəni elə bir vəziyyət yaransın ki, burada yenə də bütün tərəflər uğurlu vəziyyətdə olsunlar.